Salam əziz müəllimlər və müəllim olmaq istəyən namizədlər. Bugünkü video izahımız idman oyunlarından futbol idman oyunudur. Gəlin sizə ilk öncə futbolun tarixlərindən məlumat vereyim. Futbol ilk dəfə yaranma tarixi 1863-cü il. Yaranma tarixi 1863-cü il. İngiltərədə yaradılıb və 1904-cü ildə FIFA, yəni Futbol Beynəlxalq Federasiyası yaranıb. Futbol üzrə Beynəlxalq Federasiya. 1908-ci ildə isə Olimpiya oyunlarına qatılıb. 1908-ci ildə. 1996-cı ildə isə Qadınlar Olimpiya oyunlarına qatılıb. Qadınlar 1996-cı ildə. Azərbaycanda İnkişafı 1911-ci il. 1911-ci il. 1992-ci ildə Azərbaycanda futbol üzrə Beynəlxalq Federasiyası yaradılıb. Azərbaycanda futbol üzrə federasiya. 1994-cü ildə isə Azərbaycanda Futbol Federasiyası üzv olub Beynəlxalq Futbol Federasiyası. Tarixlərdən bilməli olduğumuz nüanslar bunlardır. İlk öncə sizlərə futbolun komanda heyətindən danışım. Futbolda əsas heyət 11, ehtiyat heyəti isə 15 nəfər olur. Protokolda əsas 11 yazılır. Ehtiyat isə minimum 3, maksimum isə 15 yazılır. Amma oyuna gələn zaman sıfırla, yəni ehtiyatsız gələ bilər. Necə ki, basketbolda, 300 basketbolda, digər idman oyunlarında, handbol və s. demiş ya, ehtiyat sıfır gələ bilər. Bu da həmçinin ehtiyat sıfır gələ bilər. Meydana çıxan zaman əsas heyət 11 nəfər dedik. Maksimum 11 nəfər. Amma necə ki, handbolda dedik 7 nəfər əsas heyətdir, 6, 5 ilə çıxa bilər. Yəni 7 əsas heyətdir, 5 ilə, minimum 5 ilə meydana çıxa bilər. Amma basketbolda necə demişdik? Əsas heyət 5-dir, mütləq şəkildə 5 ilə çıxmalıyıq. Amma futbolda necədir? Əsas heyət 11-dir. 10 ilə də çıxa bilərik. 9 ilə də çıxa bilərik. 8 ilə də çıxa bilərik. 7 ilə də çıxa bilərik. Minimum 7 ilə çıxa bilərik. Minimum 7 ilə. Handbolda dedik 6 ilə 5 ilə çıxa bilərik. 4 qalarsa 4 qaldıqda. Bu artıq hakimlərin qərarına əsasən. İstəsələr komandaya texniki məğlubiyyət verərlər, istəsələr oyunu davam etdirərlər. Amma futbolda isə 6 nəfər qalarsa oyunun gedişatı zamanı 6 nəfər qalarsa avtomatik olaraq texniki məğlubiyyət. 7 nəfərlə çıxa bilər, 6 nəfərlə çıxa bilməz. 6 nəfər 12 ilə gələrsə yenə texniki məğlubiyyət. Komanda heyətindən bu qədər. Hissələrdən danışım sizə, futbolda hissələrdən. Futbol 2 hissə olmaqla 90 dəqiqəlik oyun oynanır. Hər hissəmiz 45 dəqiqə. Və hissələr arası fasilə 15 dəqiqədir. Hissələr arası fasilə 15 dəqiqə. Yəni burada 2x 45. Oyun bərabər bitərsə, əsas hissə bərabər bitərsə 90 dəqiqə. Bərabər bitərsə. Əlavə 2x 15 oynanılır. Yəni 2 hissə 15 dəqiqə olmaqla, hər hissə 15 dəqiqə olmaqla oynanılır. Və bunlar arası fasilə 1 dəqiqə. Su fasiləsi deyilir buna. Və burada da bərabərlik olarsa, oyun gedir penaltilərə. Penalti hər komanda üçün 5 zərbə haqqı verilir. Və burada da bərabər olarsa, tək, yəni 1-1 artırılır. Qalib olana qədər, qalib müəyyən olana qədər.
Oyun necə başlanılır? Onu deyim. Oyun püşkatma ilə başlanılır. Birinci hissənin başlanğıcı oyun başlanılan zaman püşkatma ilə. Və bərabər bitdi. İkinci hissə oynanan, əlavə hissə oynanılarsa, əlavə hissənin birinci hissəsi başlanğıc zamanı püşkatma keçirilir. Əlavə hissədə bərabər bitdi. Penaltilərdə artıq 2 püşkatma keçilir. Penaltilərdə. 2 püşkatma niyə? Birində ilk zərbəni hansı komanda vuracağı üçün püşkatma atılır. İlk zərbəni hansı komanda vuracaq. İkinci püşkatma isə hansı qapıya vuracağı üçün püşkatma atılır. Məsəl üçün, handbolda demişik ki, penaltilər nöqtəsində bir püşkatma atılır. İlk zərbəni vuran hansı komandadır və qapıları hakim seçir. Amma burada ilk zərbənin üçün də püşkatma atılır. Qapı üçün də püşkatma atılır, hansı qapıya vuracağı. Və deyilsə, oyunda minimum neçə püşkatma olar? Məsələn, 90 dəqiqə bitdi, hesab 2-1, oyun bitdi. Və bir dəfə püşkatma. Oyunda neçə püşkatma var? Maksimum neçə püşkatma? Maksimum deyirsən. 2-2 hesab bitib, burada məsəl üçün 2-2 bitdi. Keçdi əlavə hissə. İkinci püşkatma atıldı. 2-2-də də qaldı, heç bir komanda qol vuramadı. Keçdi penaltılaşmaya. İlk zərbə üçün və qapı üçün. 1, 2, 3, 4. Maksimum 4 dənə püşkatma atdılar. Bu bizim hissələrimizdən. Elə burada hazırca qalibə məğluba verilən halda deyim. Qalibə 3 xal. Qalibə 3 xal. Məğluba 0 xal. Heç-heçiyə də 1 xal verilir. Qalibə 3 xal. Məğluba 0 xal. Heç-heçiyə 1 xal verilir. Meydançamızı çəkək. Meydançamızın ölçüsü. Beynəlxalq yarışlarda uzunluğu, yan xəttin uzunluğu 100-110 metr. Eni isə 75-64 metr. Eni isə 74-64 metr. Bu beynəlxalq yarışlardadır. Qeyri-rəsmi yarışlarda isə 120-nin 90-a. Bunu bildik. Qapının ölçüsü. Qapının hündürlüyü 2,44 metr. Hündürlük 2,44. Uzunluğu isə 7,32. Uzunluğu 7,32. Və meydanın mərkəzindən xətt gedir. Bu meydan mərkəzinin xətti meydanı 2 bərabər hissəyə bölür və meydanın mərkəzindən bir dairə gedir. Bu dairənin radiusu 9,15 metr. Diametri isə 18,3 metr. Bunları bildik. Və bütün gördüyünüz xətlər, qapı xətti, qapı dirəklər hamısı qalınlığı 12 santimetrdir. 12 santimetr. Bunları bildik. Və onu da deyim, hər bir küncdə künc qövsü var. Bu künc qövsünün radiusu 1 metrdir. 1 metr. Hər künc qövsünün radiusu 1 metr. Və hər küncdə bayraq olur. Hər küncdə bayraq olur. Və bu bayrağın hündürlüyü isə, 1,5 metr. Və bu bayraq iti olmalı deyil. Şey olmalı deyil başı. 1,5 metr. Bunu bildik.
Məsafələr bildik. İndi oyun qaydalarına izah verim sizlərə. Məsafələri silim. Məsafələr bildik. Oyunun başlanğıcı. Dedik ki, push-up mina atılır. Push'u kazanan komanda ya hücumu seçir, mərkəzdən başlamağa, ya da meydanı seçir. Məsələn, A komandası hücumu seçdi, A komandası, B komandası. Və A komandasının meydanı bu oldu, B komandasının meydanı bu. Və birinci hissənin başlanğıcı zamanı push-up mina bu şəkildə oynanıldı, A komandası. Və ikinci hissəyə keçdi, birinci hissə bitdi, ikinci hissəyə keçdi. B komandası gəlir keçir bu istiqamətə, meydanda yerlərini dəyişir. A komandası da bura. Bunu bildik. Və oyunu başlayan zaman oyuncu gəlir, oyun başlayan zaman oyunu başlayan oyuncudan başqa digər bütün oyuncular öz meydanında yerləşməlidirlər. Öz meydanlarında oyuncudan başqa. Və mərkəzdən birbaşa rəqib qapısına vurulan qol qeydə alınır. Və rəqib oyuncular 9,15 metr məsafə saxlamalıdır. 9. Yəni bu mərkəz xəttinin arxasında dayanmalıdırlar. 9,15 metr. Və birbaşa rəqib qapısına vurulan qol qeydə alınır. Amma öz qapına vurulan qol qeydə alınmır. Rəqib gəlir küç nöqtədən başlayır. Və bir də oyunu başlayan zaman top hərəkətsiz olmalıdır. Top hərəkətsiz. Burada rəqib qapısına qol oldu. Qol qeydə alınacaq. Burada öz qapısına qol olsa belə qeydə alınmayacaq. Qol oldu, qeydə alınmayacaq. Gələcək rəqib küçdən zərbə yerinə yetirəcək. Və top küç zərbəsində də top hərəkətsiz olmalıdır. Top hərəkətsiz. Və oyuncular küçdən zərbə zamanı rəqib oyuncular 9,15 metr məsafəni qoruyub saxlayır. Bunu bildik. Və oyunun başlanğıcı dedik. İkinci hissəyə keçdikdə qapılar, oyunda meydanlar dəyişilir. Keçək cərmə zərbəsi nədir? Onun izahını verim. Cərmə zərbəsi kontakt vasitəsilə davranış olarsa, məsəl üçün oyunçunu itələyərsə, vurarsa, yıxarsa, üstünə hoppanarsa, bu zaman cərmə zərbəsi olur. Cərmə zərbəsi zamanı birbaşa vurulan qol qeydə alınır. Məsəl üçün burada oldu cərmə zərbəsi. Cərmə zərbəsindən rəqib oyuncular minimum 9,15 metr məsafəni qoruyub saxlayır. Baxın, küçdə dedik 9,15 metr qoruyub saxlayır. Mərkəzdə dedik 9,15 metr qoruyub saxlayır. Keçdik cərmə zərbəsinə. Cərmə zərbəsində də 9,15 metr məsafəni saxlayır rəqib. Və cərmə zərbəsində birbaşa zərbədir. Birbaşa qapıya vurulan qol qeydə alınır. Birbaşa rəqib qapısına vurulan qol qeydə alınır. Və qapıcı mütləq ayağı xəttin üzərində olmalıdır. Xəttdən kənara çıxa bilməz. Yəni qapı xəttini çıxa bilməz topu vurmayana qədər. Və öz qapısına vurulan qol qeydə alınmır. Gəlir rəqib küçdən zərbə ilə başlayır. Bunu bildik. Var sərbəst zərbə. Sərbəst zərbə nədir? Sərbəst zərbə birbaşa vurulan qol qeydə alınmır. Məsəl üçün, sərbəst zərbə nə zaman olur? Rəqibin kontaktsız vəziyyətdə, yəni qarşısını alır. Keçir qarşısına imkan vermir oynasın. Və yaxud da etiraz bildirir, təhqir edici ifadələr işlədir, hakimə qayda verir. Bu zaman və əlavə olaraq küçdən başlayan zaman vurdu. Məsəl üçün, mən küçdən başladım. Topu vurdum, heç kim toxunmamış, yerindən getdim, ayaqla toxundum. Həmən yerdən sərbəst zərbə olacaq. Yandan başlayan zaman, mərkəzdən başlayan zaman, birbaşa zərbələr zamanı atdım, heç kim toxunmadan, yenidən özüm toxunaramsa, bu zamanda sərbəst zərbə təyin olunur. Sərbəst zərbədə bir rəqib 9,15 metr məsafəni saxlayır. Dedik, mərkəzdən başlayan zaman, cərmə zərbəsi, küçdən başlayan zaman, sərbəst zərbədə də rəqib 9,15 metr məsafəni qoruyub saxlamalıdır. Sərbəst zərbədə birbaşa qapıya qol vurula bilməz. Birbaşa qapıya qol vurularsa, rəqib qapısına vurulan qol qeydə alınmır. Topu qapıcı başlayır. Öz qapısına vurularsa, qol qeydə alınmır. Gəlir, rəqib küçdən başlayır. Və minimum ikinci toxunuş olmalıdır. Mən atdım yoldaşıma, komanda yoldaşım qol vura bilər. Amma mən birbaşa qapıya zərbə vura bilmərəm. Sərbəst zərbəni bildik. Cərmə zərbəsini bildik.
Zərbəsi əlavə olaraq cərimə meydançasında kontakt vasitəsilə çobut qayda pozuntusu olarsa və müdafiəçi qapıcıdan başqa digər müdafiəçilər topu əllə toxunarsa cərimə meydançasında penaltı təyin olunur. 11 metrlik bu bir nöqtədə 11 metrlik penaltı təyin olunur. Və 11 metrlik penaltıda yenə də qapıcı ayağı xəttin üzərində olur və öz oyunçuları, penaltını yerinə yetirən oyunçu və müdafiə olunan oyunçular hamısı cərimə meydançasından xaricdə olur. Və 9,15 metri qoruyub saxlayırlar. Və cərimə meydançası penaltı vurulan zaman digər oyunçular hamısı meydanda olmalıdır. Daha meydandan xaricdə olmaz. Meydanda olmalıdır və top hərəkətsiz olmalıdır. Birbaşa da qol qeydə alınır. Arxaya pas ötürərsənsə, həmən nöqtədən sərbəst zərbə ilə müdafiə olunan komanda başlayacaq. Arxaya pas ötürmək olmaz. İrəli bir də aldadıcı mənavir etmək olmaz. İrəli topu ancaq irəli vurmalısan, üz irəli. Topu mən irəli vurdum, aslatayla. Topu irəli vurdum, irəli və yaxud da biraz qıraqdan irəli. Bu zaman komanda yoldaşım gəlib vura bilər. Yəni bu olar. Amma mən arxaya pas ötürüm olmaz. Əlavə olaraq penaltını yerinə yetirən zaman penaltını vurdum. Top heç kimə dəymədən yenidən özüm toxunaramsa, heç bir oyunçuya dəymədən yenidən özüm toxunaramsa, həmən nöqtədən sərbəst zərbə təyin olunacaq rəqib üçün. Amma məsəl üçün indi bunun qaydası var. Mən topu atdım. Top dəydi dirəklərə, qapı dirəklərinə. Qayıtdı. Yenidən mən onu vuraramsa, qol olarsa qol qeydə alınmaz. Sərbəst zərbə yerinə yetirir. Niyə? Çünki qapı dirəklərindən qayıdıb. Qapı dirəkləri oyunçu deyil axı. Amma topu vurdum, qapıçıdan qayıtdı. Yenidən topu vura bilərəm. Bu olar. Çünki ikinci toxunuş olub. Amma qapı dirəklərinə dəyərsə ikinci toxunuş olmayıb. Nə olsun ki, qapı dirəklərdə oyunçu deyil ki, ikinci toxunuş olmayıb. Buna görə sərbəst zərbə. Penaltini bildik. Topu yandan başlanılması. Top son olaraq hansı oyuncuya dəyib, yandan çıxarsa, rəqib yandan başlayır. Çıxdığı yerdən yandan başlayır. Və yandan başlanılan zaman, məsələn, yandan başlandı, rəqib 2 metr məsafə saxlamalıdır. Və yandan başlanılan zaman ayağın hər ikisi xəttin üzərində ola bilər, tam keçinmək şərti ilə. Hər ikisi xəttin üzərində ya da xəttin arxasında olmalıdır. Üzü meydan istiqamətində olmalıyam. Topu boyun arxasından atmalıyam. Bu şəkildə boyun ardından atmalıyam. Və yandan rəqib qapısına birbaşa qol qeydə alınmır. Rəqib qapısına vurulan qol qeydə alınmır. Rəqib gəlir, küçdən zərbə yerinə yetirir. Məsəl üçün, buradan yandan çıxıb, B komandası atdı, A komandasının oyunçusuna dəyib yandan çıxdı. Yandan başladım, birbaşa qapıya vura bilmərəm. Vuraramsa, qol olarsa qeydə alınmaz. Qapıcı başlayacaq sərbəst zərbə ilə. Və öz qapıma vuraramsa, yenidən qeydə alınmaz. Rəqib gəlib küçdən zərbə yerinə yetirir. Mən topu atdım. Öz qapıcıma, məsəl üçün burada olub, çıxıb top. Topu atdım əlimdən öz qapıcıma. Və qapıcı topu tutarsa, bu zaman qapıcı topu harada tutubsa, oradan sərbəst zərbə yerinə, rəqib gələcək sərbəst zərbə yerinə yetirəcək. Olmaz. Mən topu yandan başlayıramsa, birbaşa atım qapıcıma, qapıcım da əli ilə götürsün, olmaz. Bunu bildik. Sərbəst zərbə təyin olunacaq. Yandan başlanılan zaman 2 metr məsafə. B komandası hücuma gedir, topu atdı, qapıcıya A komandasının bütün oyuncularına dəyib. Qapı xəttindən. Top çıxarsa, küçdən zərbə yerinə yetiriləcək. Küçdən zərbə. B komandası atdı, heç kimə toxunmadan. Qapı xəttlərindən çıxarsa, topu qapıcı başlayacaq. Qapıdan zərbə ilə qapıcı başlayacaq. Və qapıdan zərbə ilə top başladı. Qapıcı topu başladı. Cərimə meydançasından top çıxmadı. Heç kim toxunmadan yenidən toxunarsa, sərbəst zərbə təyin olunacaq. Rəqib gəlib sərbəst zərbə yerinə yetirəcək. Əlavə olaraq bunu bildik. Bir də mübahisəli top anlayışı var.
Top qüsursuz vəziyyətə düşərsə və yaxud da mən topu atdım A komandası. Öz komanda yoldaşıma attırdım. Dəydi hakimə, keçdi B komandasına. Bu zaman həmin nöqtədən A komandası üçün mübarizəli top atılacaq. Və hər komanda üçün, hər iki komanda üçün 4 metr topdan 4 metr, 4,5 metr məsafə qorunub saxlanılır hər komanda üçün topdan. Və topu mübarizəli topda hakim topu atdı. Top yerə düşməmiş. Məsəl üçün hakim topu atdı, top havadadır. Oyunçu topu hər hansısa bir oyunçu əli ilə götürdü və yaxud da ayağı ilə verdi. Fərq eləmir. Top yerə düşməmiş, hakim topu atdı, top yerə düşməmiş. Hər hansısa oyunçu əli ilə və yaxud da ayağı ilə toxunarsa topa, yenidən mübarizəli top təkrarlanacaq. Mütləq şəkildə topu atdı, top yerə düşədikdən sonra, top yerə dayağa dəydisə, ondan sonra top götürmək olar. Amma top havadadırsa götürmək olmaz. Götürülərsə mübarizəli top təkrarlanacaq. Bunu bildik. Mübarizəli topda bildik. Oyun nə zaman mərkəzdən başlanılır? Birinci hissənin əvvəli, ikinci hissənin əvvəli. Əlavə hissə oynanırsa əlavə birinci hissəsinin əvvəli, ikinci hissəsinin əvvəli. Və topu hansı komanda buraxırsa, qapıya buraxırsa, gəlib həmin komanda mərkəzdən başlayır. Və mərkəzdən başlayan zaman oyuncudan başqa, topu başlayan oyuncudan başqa bütün oyuncular öz meydanda yerləşməlidir, öz meydanlarında. Və oyundan kənar vəziyyət var, oyundan kənar vəziyyət. Bu nədir? Oyundan kənar vəziyyət offside. Məsəl üçün, qapıcıdır, qapıcı. Mənim oyuncumdur. Bu da müdafiə olunan komandanın oyuncusudur. Mənim oyuncum müdafiə olunan komandanın oyuncusu, bu da mənim oyuncum. Komanda yoldaşdır. Hər ikisi hücuma gedirlər. Bu da qapıcı. Mən topu atdığım zaman, topu ötürdüyüm şəxsə, komanda yoldaşıma, qapıcı ilə, yalnız qapıcı ilə üzbəüz qalıbsa, qapıcı ilə aralarında müdafiəçilər yoxdursa, məsəl üçün, mən atdım, müdafiəçidən öz meydanımdayım, müdafiəçidən arxadayım. Müdafiəçidən əvvəldə mənim komanda yoldaşımdır. Mən topu atdığım an, qapıcı ilə heç bir müdafiəçi yoxdursa, aralarında heç bir müdafiəçi yoxdursa, bu zaman offside, oyundan kənar vəziyyət yaranır. Amma oyuncunun biri burada olsaydı, oyuncunun biri də burada olsaydı, rəqib oyuncusun, avtomatik olaraq oyun davam edəcəkdir. Amma gəlib burada komanda yoldaşı, buradan gəldim, komanda yoldaşı buradan pas atdı, gələcək, pas atdı. Yoxdur ki, heç bir oyuncu. Qapıcı ilə üzbüzdürmü? Bu zaman oyundan kənar vəziyyət yaranacaq. Oyundan kənar vəziyyət sərbəst zərbədir. Yəni, oyundan kənar vəziyyətdə də birbaşa qapıya qol vurmaq olmaz. Time-out. Futbolda ya time-out yoxdur, ya da texniki time-out yoxdur. Ya time-out yoxdur, ya da texniki time-out. Əlavə olaraq, oyuncu dəyişikliyi. Digər oyunlarda, məsəl üçün, basketbolda, 300 basketbolda, handbolda demiş oyuncu dəyişikliyi yoxdur. Voleybolda demişik, hər setdə 6 oyuncu dəyişikliyi. Burada isə oyun ərzində, 90 dəqiqə ərzində 5 oyuncu dəyişdirilə bilər. 5 oyuncu. Amma bu 5 oyuncu 3 dəfəyə dəyişdirilə bilər. Və top ölü olduğu halda. Ölü olduğu hakimə deyilir. Və əsas oyuncu meydandan çıxmamış, meydanda olan oyuncu, meydandan çıxmamış, dəyişdirilici oyuncu meydana girə bilməz. Xəbərsiz oyun gedə-gedə meydana girilə bilməz. Meydana girilərsə ehtiyata sarı vərəqə verirlər. Və bunu bildik. Əlavə hissəyə keçən zaman oyun, məsəl üçün, 3 dəfəyə dedik 5-dir. Məsəl üçün, 2 dəfəyə 3 nəfər oyuncu dəyişdirilib, qalıb bir dəfə haqqı, əlavədə 2 oyuncu dəyişmək. Əlavə hissəyə keçirilərsə, əsas hissə bitdi. Əlavə hissəyə keçirilərsə, bunu əlavə hissədə istifadə edə bilərlər. Bunu da bildik. Və sahə oyuncusu ilə qapıcı dəyişdirilərsə, sahə oyuncusu ilə qapıcı hakimə deyilir. Və bu qapıcı ilə sahə oyuncusu yerlərini dəyişmə etdilər. Daha burada 5 oyuncu dəyişməyə adiyyatı yoxdur onun. Bunu da bildik.
Meydandan silək. Topun çəkisi və çevrəsi. Topun çevrəsi 68-70 sm. Çəkisi isə 410-450 qramdır. 450 qram. Və oyunda kartlar, sarı və qırmızı kart. Sarı kart xəbərdar edici kartdır. Xəbərdar. İlk dəfə sarı kart verilir, xəbərdar. Birbaşa qırmızı kart da verirlər oyundan kənarlaşdırma. İki kart var. Sarı və qırmızı. Qırmızı kart oyundan kənarlaşdırmadır, sarı kart isə xəbərdarlıq. Oyuncu, məsəl üçün mən birinci sarı kartı aldım, xəbərdarlığı aldım. İkinci sarı kartı alanda, məsəl üçün birincini aldım, ikinci sarı kartda göstərir, ardınca da qırmızı kart. İkinci sarı kartda mən oyundan kənarlaşıram, ardınca qırmızı kart göstərir, oyundan kənarlaşıram. Birbaşa da qırmızı kart verilə bilər. Birbaşa da qırmızı kart verilib oyundan kənarlaşdırıla bilər. Məsəl üçün, sual düşər ki, bir oyuncu maksimum neçə kart ala bilər? 3 dənə. Necə 3 dənə? Bir dənə sarı aldım. İkinci sarı aldıqda sarı kartı mənə göstərir. Ardınca da qırmızı kart göstərir. Bir sarı, iki sarı, üçüncüdə qırmızı çıxarılır. Minimumda bir kart ala bilər. Birbaşa qırmızı kobud qayda pozuntusu edərəm. Birbaşa qırmızı vərəqi ilə oyundan kənarlaşaram. Futbol idman oyunundan bu qədər.